Herkese salamlayıram. Hal-hazırda biz Azərlan MMC-nin sınaq sahəsindəyik. Sınaq sahəsi Zaqatala rayonunda yerləşir və Qaradalı bitkisel üzərindədir. Bu təcrübə sahəmiz 15 hissəyə bölünməklə Pioneer brendindən məxsus 12-si yeni, 3-ü isə əvvəllər sınaqdan keçmiş, sortlar əkilir və sınaq həyata keçirilir. Sahələrdən birinin ümumunu götürsək, Pioneer brendinə məxsus PES 260 Qaradalı hibrididir. Hektar norması 100 kg Amapos 1252, 110 kg NPK 316 və 30 kg NPKS 20-20 olmaqla kultivasiya zamanı 200 kg azot tətbiq olunub. Əlavə olaraq Rusiya Federasiyası Fosagro şirkətinin istehsalı olan JECO, Apalegua, maye, azot, fosfor tərkibli gübrə sahəyə tətbiq edilir. Təcrübə sahəmizin bütün vegetasiya dövrü üzrə inkişafını görmək üçün növbəti videolarımızı izləyin.